Bəli dostlar, uzun bir aradan sonra PUBG Mobile yeniden başlayırıq. Bu dəfə challenge'larımız davam edir. Challenge'larımız ümumiyyətcə heç olmamışdı. İndən belə challenge'lar eləməyə davam edirəm. Bu oyunda VCS challenge edəcəm. VCS tapmağa çalışacağım və VCS-dən win almağa, VCS-dən oynamağa çalışıb birinciliyi əldə eləməyə çalışacağım. Komandalara qarşı tək mübarizə aparıram. Bu mübarizəmi dəstəkləməyiniz üçün bir dənə abunə olub bəyənməyiniz mənə kifayət eləyər. Elə isə axtarım, mən VCS-imi tapana kimi görüşərik. Ayaq səsindən bot olmadığını düşünürəm. Üstümə hücuma keçib. Məcbur qalsam öldürəcəm. Yan evdədir. Oyunçu idi. Məcbur həyatda qalmaq üçün öldürməliydim. Axır ki VCS-imizi tapdıq. Axır ki çox uzun bir aradan sonra VCS-i tapdıq. Allah VCS-imizi beləliklə M4-ə atıram. O bizi öldürməyə çalışırdı. Bir kill oradan gəldi onsuz da. Gedək oyunumuzun axarına doğru oyunçular tapaq və uzaqdan oynamağa çalışaq. Çünki VCS yaxın məsafələr üçün nəzərdə tutulmayıb. Uzaq məsafələr üçün isə mükəmməl bir silahdır. Dayanaq burada. VCS çox çətin silahdır. Bir mərmi belə dəymədi. Əlimiz alışacaq. Burada vəziyyət necədir? Burada vəziyyət necədir? Burada atışmalar var. Biraz mövqeyimizi dəyişək. Bunları arxalaya bilərəm. Həyəcan var məndə biraz. Burada bir boş gördüm. Yaxınıq. Dostu burada ölmüş. Adam getdi mi buradan? Bir bot gəlirdi, vurdu onu. Aha. Belə. Yəqin ki yaxınlıqda başqa insanlar var. Atışma səsləri qarşıya getdikcə daha da aydınlaşır. Görüş yoxdur hələ ki. Binalarda ola bilərmi? Səssiz mərminin hardan gəlişi məlum deyil. O tərəflərdə də biriləri var. Buralarda da biriləri pusmuş. Ama səslər var, görüntü yoxdur.
Biz biraz da qorxumuzun üstə gedək. Burada bacım, mənim bacımdır bu. Yox, mənim bacım buradadır. Niyə görüş yoxdur? Mövqe dəyişək, mövqe dəyişək. Maşınımıza doğru. Gördüm adamı. Kaç dostum, kaç. Sen bandaj bas. Dropta birisini gördüm sanki. Yok. Buralar. Onlar pusku yeridir. Bir dənə kit basaq. Sıramıza keçək. O bizə sıxan dost hardadır? Gidək onun yanına. O bizi çox məyus elədi. Qorxuzdu bizi. Özüm də bilmirəm niyə belə bir challenge-a başladım. Çox təhlükəlidir. Pusku var hər yerdə. Həyatda qalmaq çox çətindir. Burada maşınla irəliləmək təhlükəlidir. Maşın səsi daha çoxdur. Ölüm isə səssiz gəlməlidir. Onun üçün biz səssiz addımlarımızla irəliləyək. O adam qalar mı orada? Məncə qalmaz. Yoxdur orada.
Oy, vurdum. Güllərin hardan gəldiyini bilmirlər. Bax, belə başınızı oynataram sizin. O mərmim qalmır. Alan çöməndədilər. Ay, daha qaça bilmədim, əlim dolaşdı. Çox pis yaxalandım. Belə. Üç nəfər idilər, onsuz öldürə bilməzdik. Challenge-larımız uşaqlar davam eləyəcək. Videomuzu bəyənin, təşəkkür eləyirəm. Hansı challenge-lar görmək istəyirsə yazın. Bu dəfə win ala bilmədik. Qoy bu giriş olsun. Bizə motivasiya üçün dəstəklərinizi gözləyirəm. Buyurun, sağ olun, hələlik görüşərik.